Mayın 10-na gözlənilən hava proqnozu açıqlanıb. Cross Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 10-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz isə 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə saatlarında 70-75%, gündüz isə 50-55% olacaq. Ölkənin digər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə leysan, hətta dolu da müşahidə oluna bilər. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10, gündüz isə 17-22 dərəcə isti olacağı bildirilir.